Salam. Həyatına daxil olan bütün məlumatları necə yadda saxlaya bilərsən? Ümumiyyətlə, bu mümkündürmü? Bəli, bu mümkündür. Elə bugünkü videoda mən o barədə danışacağam. Əvvəlində istəyirəm ki, yaddaşın növləri barədə danışaq. Bildiyin kimi, neurologiya elmində yaddaş iki yerə bölünür. Qısa müddətli yaddaş, bir də uzun müddətli yaddaş. Bunun mahiyyəti odur ki, bir məlumat bizim həyatımıza daxil olanda, birinci o qısa müddətli yaddaşa keçir, yəni müvəqqəti olaraq yadımızda qalır. Ondan sonra biz əgər onu düzgün təkrarlasaq və ya hansısa mərhələdən keçirsək, o bizim daimi yaddaşımıza, yəni uzun müddətli yaddaşa keçir. Bu bölgü ilk baxışdan uğurlu olsa da, müasir dövrdə işimizə yaramır. Çünki bizim həyatımız daha mürəkkəbdir, xüsusilə indiki informasiya dövründə. Ona görə mən yeni bir sistem yaratmışam. Bu sistem daha çox praktiki əhəmiyyət daşıyır. Yəni ki, bu sistemin vasitəsilə biz istədiyimiz məlumatları yadda saxlaya bilərik. Mənim sistemimə əsasən yaddaşın 4 növü var. Rəqəmsal yaddaş, təbii yaddaş, vərdiş yaddaşı və yaradıcı yaddaş. Mən bugünkü videoda bu yaddaş növlərinin hər biri barəsində sənə məlumat verəcəm və sonda sənə praktiki istiqamətlə göstərəcəm ki, sən ondan istifadə edərək öz yaddaşını gücləndirəsən. Nəticədə sən biləcəksən ki, həyatına daxil olan istənilən məlumatı harda yadda saxlayasan. Başlayaq rəqəmsal yaddaşdan. Müasir dövrdə gün ərzində biz təxminən 35 GB məlumat idxal edirik. Bu təxminən 175 qəzet deməkdir. Ümumiyyətlə mümkün deyil ki, bunu adi qaydada yadda saxlaya bilək. Heç bunların əksəriyyətini yadda saxlamağa ehtiyac da yoxdur. Amma yadda saxlamaq istəsək belə bu mümkün deyil. Bu məlumatlar bizə hardan gəlir? Texnologiyadan. Yəni bu əslində yaxşı bir problemdir. Və bir halda ki, bu məlumat bizə texnologiyadan gəlir, biz onun yükünü onun özünə qaytarmalıyıq. Və bu məlumatların əksəriyyətini texnologiyanın özündə yadda saxlamalıyıq. Bəzən insanlar narahat olur ki, bəs ona gün ərzində çoxlu məlumatlar gəlir, onun işə götürəni ona hansı tapşırıq verir və ya e-maillərə cavab verməlidir və bunların əksəriyyəti onun yadından çıxır. Bu normaldır, çünki bizim beynimiz bu qədər yükə hazır deyil. Beləliklə, bizim ikinci beynimiz olmalıdır. Mən buna ikinci beyin deyirəm və ya rəqəmsal yaddaş deyə bilərik buna. İkinci beyin nədir? Əsas beynindən kənarda olan və hərəkətlərin, qeydlərin və digər məlumatların cəmləşdiyi bir sistemdir. Bu, hansısa bir tətbiq, kompüter proqramı ola bilər və ya istəsən bütün bunları print edib kağız formasına da saxlaya bilərsən. Mən sənə ikinci beyni qurmağın bir neçə yolunu deyə bilərəm. Sən başlaya bilərsən sadə bir sistemlə. Bizim həyatımızda ən vacib olan amil hərəkətlərdir. Sən to-do siyahılar yarada bilərsən. Yəni, həyatında əhəmiyyəti olan bütün hərəkətləri yaza bilərsən və sonra onları səliqəyə sala bilərsən. Mənim 5 günlük ödənişsiz kursum var. Mən orada göstərirəm ki, birinci, sən həyatına daxil olan bütün hərəkətləri qeyd eləyəsən, sonra arzularını yazasan, qorxularını, sonradan o arzuları reallaşdırmaq və qorxuları aradan qaldırmaq üçün lazım olan bütün hərəkətləri yazasan. Bunu yazandan sonra sən onları kateqoriyalara bölə bilərsən. Məsələn, evdə etməli olduğun hərəkətlər, işdə etməli olduğun hərəkətlər, ofisdə və s. Bəzi insanlar bunu təcilliyinə görə bölür, təcili hərəkətlər, qeyri-təcili. Yəni, onun fərqi yoxdur. Sənin işvə necə yarayırsa elə də olsun. Bu, sənin ilkin bəsit bir ikinci beyin sistemi ola bilər. Aşağıda mən 5 günlük ödənişsiz kursuma keçid linkini yerləşdirmişəm. Sən daha da irəli gedə bilərsən və sistemi daha da təkmilləşdirə bilərsən. Ümumiyyətlə, əksər peşəkarların həyatı belədir ki, orada hərəkətlər kifayət eləmir. Şəxsən mənim həyatıma gün ərzində çoxlu qeydlər daxil olur. Bu PDF fayllardır və ya bəzən görürsən kimsə hansısa kitabı oxuyur və o kitabdakı 9 vacib məqamı qeyd edir. Mən bunları yadda saxlamaq istəyirəm. Yəni, haradasa sistemimdə yerləşdirmək istəyirəm. Bunun üçün mənim qeydlər sistemimdə olmalıdır. Beləliklə, sən ikinci beynini inkişaf etdirib, həm hərəkətlər, həm də qeydlər sistemini qura bilərsən. Bəzən insanlar bu iki sistemi birləşdirir. Onlar istəyirlər ki, bütün məlumatlar, həm hərəkətlər, həm də qeydlər bir applicationda, bir tətbiqdə olsun. Bu normaldır. Şəxsən mən üstünlük verirəm ki, hərəkətlərim ayrı olsun, qeydlərim ayrı. Nəyə görə? Mən hərəkətlərlə bağlı əgər bir tətbiqə daxil oluramsa, mən hərəkət modunda oluram. Yəni, hərəkət vəziyyətində oluram. Əgər orada hansısa bir məlumat və ya məni passiv moda salacaq bir istiqamət olacaqsa, o mənim işimə mane ola bilər. Ona görə də mənim to-do proqramım ayrıdır və notes, yəni qeydlər proqramım ayrıdır. Mən məsləhət görərdim ki, sən ilkin olaraq sadə to-do siyahılarından başlayasan, sonra zərurətdən bunu daha da inkişaf etdirə bilərsən. Amma əgər sən düşünürsənsə ki, artıq sənin həyatın xeyli mürəkkəbdir, elə indidən öz sistem və bu iki elementi daxil edə bilərsən. Həm to-do siyahıları, həm də qeyd siyahıları. Mən aşağıda öz ikinci beyin təlimimə də keçid linkini yerləşdirirəm, onu da yoxlaya bilərsən. İndi isə danışaq təbii yaddaş barədə. Ümumiyyətlə, insanlar yaddaş dedikdə elə təbii yaddaşı başa düşürlər. Onlar deyirlər ki, mənim yaddaşım
yaş keçdikcə zəifləyir, artıq əvvəlki kimi yadda saxlaya bilmirəm. Ya məndən soruşurlar ki, Orxan, yaddaşımı necə gücləndirə bilərəm? Onlar düşünürlər ki, yadda saxlama və ya yaddaş doğuşdan gələn statik bir məsələdir. Xeyr, əslində bu sadəcə təbii yaddaş dediyimiz bir fenomendir. Təbii yaddaş nədir? Yəni, heç bir texnikadan istifadə etmədən, heç bir tətbiq və ya yaddaş texnikasından istifadə etmədən məlumatları yadda saxlamaq bacarığıdır. Mən indi bir neçə misal göstərəcəm ki, insanlar həmin vəziyyətlərdə yaddaşlarının zəif olduğunu düşünürlər. Sonra mən sənə əslində problemin nə olduğunu deyəcəm və həlli yolunu göstərəcəm. Başlayaq. Təsəvvür et ki, hansısa məclisə getmirsən və orada bir neçə insanla görüşürsən. Deyək ki, 10 nəfər və özünü təqdim edirsən. Deyirsən ki, mən Orxan və onlar da özlərini təqdim edir. Biri deyir İlqar, biri deyir Akif, biri deyir Sevinc və s. Həmin vaxt əslində sənin fikrin çox vaxt özünü düzgün idarə etməkdə olur deyə sən insanların adına fikir vermirsən, qulaq asmırsan. Yəni, eşidirsən, amma qulaq asmırsan. Və biraz keçir, sən heç bilmirsən ki, o insanın adı nədir. Əksər insanlar bu vəziyyətdə yaddaşların zəif olduğunu düşünür. Amma burada problem nədir? Sənin yaddaşın zəifdir. Xeyr. Burada problem odur ki, sən ümumiyyətlə fikir verməmisən. Yaddaşın birinci şərti diqqətdir. Yəni, bir məlumata fikir vermək. Bizim ətrafımızda o qədər məlumat var ki, amma onların əksəriyyəti bizim yadımızdan çıxır. Nəyə görə? Çünki fikir vermirik. Ona görə burada özünü qınamağa ehtiyac yoxdur. Sən sadəcə fikir verməmisən. Çünki fikrin ariyerdə olub. Axı biz demişdik, insan eyni anda yalnız bir şeyə fokuslaşa bilir. Sən də həmin vaxt düzgün rəftara fokuslanmısan və ya özünü təqdimata fokuslanmısan. Ona görə yaddan çıxartmağın normaldır. Burada dediyim kimi, problem sənin sadəcə diqqətin başqa yerdə olmalıdır. İkinci misal göstərək. Evdə hansısa bir proqrama baxırsan, sonra fasilədə mətbəxə gedirsən ki, özünə nəyisə gətirəsən. Mətbəxə gəlirsən, bilmirsən nə üçün gəlmişdin. Bəs burada problem nədir? Burada da demək olar ki, eyni. Sənin fikrin kinoda olub və ya hansısa proqramda olub və həmin fasilədə sən mətbəxə getsən də, əslində sənin diqqətin başqa yerdədir. Dediyim kimi, insan beyni eyni anda bir şeyə fokuslana bilir. Sən zahirən, fiziki olaraq mətbəxə getsən də, beynin hələ oradadır. Ona görə nə üçün gəldiyin yadından çıxır. Deməli, biz burada da yaddaşımızın zəif olduğunu deyənmərik. Sadəcə fikrimiz ayrı yerdədir, diqqətimiz ayrı yerdədir. Digər bir misal, dostlarla əyləşirik və başlayırıq hansısa biznes məsələsini müzakirə etməyə. Danışırıq ki, bəs xaricdə falan işləri görmək olar və dostum mənə təklif edir ki, deyək ki, Ukraynada hansısa bir işi görmək olar, misal üçün. Danışdıq Ukraynadan, həmin işdən, deyək ki, həmin zavoddan və digər dostumuz başlayır öz Ukraynadakı xatirələrindən danışmağa. Biri ona etiraz edir. Biz sonra keçirik Zelenskiyə. Zelenskidən keçirik Zelenski-Trump görüşünə. Oradan da ayrı mövzulara və məlum olur ki, biz artıq dünyadakı hansısa qlobal məsələni müzakirə edirik. Məsələn, Çinin silah sənayesi. Bəs biz haradaydıq? Axı biz ayrı mövzu müzakirə edirdik. Hansısa deyək ki, məhsulu Azərbaycana gətirməkdən danışırdıq. İndi orada kimdənsə soruşsan ki, mən nəyi danışırdım, çox adamın yadından çıxır. Bəs burada problem nədir? Sənin yaddaşın zəifdir? Xeyr, sadəcə mövzular dəyişir. Bu da normaldır. Biz eyni anda bir mövzunu düşünə bilirik deyə, özümüzdən asılı olmayaraq çox insan olduğuna görə mövzular dəyişib. Deməli, mən bu çıxışımda 3 misal göstərdim və problemləri izah elədim. Fikir verdinsə, burada ən böyük problem bizim fikrimizin başqa yerdə olmağıdır. Və biz onu düzəltsək, qalan məsələlər də düzələcək. Fikrimizin dağılmasının 2 əsas səbəbi var. Birincisi beyin yüklənməsi, ikincisi isə diqqət dağınıqlığı. Bəs beynimiz niyə yüklənir? Beyin yüklənməyinin əsas səbəbi nə yaşdır, nə qidadır, nə də başqa faktorlardır. Əsas amil yarımçılıqlardır. Yəni sənin həyatında olan yarımçıq işlər, yarımçıq məsələlər. Ona görə də sən əgər beynindəki yarımçıq məsələləri beynindən kənara çıxartsan, bayaq dediyimiz ikinci sistemə qoysan, sənin beynin artıq yenilənmiş olacaq. Yəni, beyin yüklənməsi aradan qalxacaq. Deməli, nə etmək lazımdır? İlkin bir bəsit kənar sistem qurmaq lazımdır. Qeyd etdiyim kimi, sən elə beynini yenilə kursundan başlaya bilərsən və 5 günə öz beynini yükləmədən azad edə bilərsən. Və ya özünün inandığı hansısa bir sistem varsa, elə də onu yerləşdirə bilərsən, fərq etməz. İkinci məsələ, diqqət dağınıqlığı. Diqqətimiz nəyə görə dağılır? Çünki indiki dövrdə bizə çoxlu informasiya gəlir. Yəni, biz hər gün informasiya hücumundan təsir altındayıq. Və nə qədər çox informasiya qəbul eləsən, sənin diqqətinin dağılma ehtimalı çoxdur. Belə düşün, 30 il qabaq bir insanın həyatına 5 yeni informasiya daxil olurdusa, indiki dövrdə bu yəqin ki 500-dür, ən azı 100 dəfə çoxdur. Və əvvəl sənin diqqətin uğrunda 5 yeni informasiya mübarizə aparırdısa, indi bu 100 dəfə artıb. Ona görə diqqətinin dağılması normaldır. Bəs bunun qarşısını necə alaq?
internetə giriş vaxtını azaltmaq lazımdır. Mənim xoşum gəlir ki, internetə girmək üçün konkret vaxt müəyyənləşdirim. Yəni deyək ki, saat 1, 4 və 7. Bu barədə mən dəfələrlə danışmışam. Səhər internetə girməməyin daha məsləhətdir. Bir də yatmamışdan 2 saat qabaq. Qoy sənin beynin fokuslu şəraitdə günə başlasın və fokuslu şəraitdə də yuxuya gedəsən. Təbii ki, diqqəti gücləndirməyin digər yolları da var. Bura düzgün qida, meditasiya, idman və s. daxildir. Bu barədə internetdə kifayət qədər məlumat var. Nəhayət, təbii yaddaşı gücləndirməyin 3-cü yolu nədir? Bayaq qeyd etdiyim misalda ki, biz bir mövzudan danışırıq, sonra baxırıq ki, tamamilə ayrı mövzudayıq. Heç kim bilmir ki, hardan danışırdıq və bu bizə çox ümidsizlik verir. Deyirik ki, bəs mənim yaddaşım zəifləyib, gün ərzində fikrim yayınır, heç bilmirəm nəyi deyəcəkdim və nə qədər düşünürsənsə o informasiya gəlmir. Mən burada məsləhət görərdim ki, sən mental qeydlər qoyarsan. Bu texnikanı biz yarışlarda istifadə edirik. İndi bu misalda mən göstərəcəm ki, ondan necə istifadə edə bilərsən. Deyək ki, bir mövzudan danışırıq. Mövzumuz odur ki, biz xaricdən hansısa məhsulu gətirmək istəyirik. Oradan başladıq və mövzu üzrə davam edirik. Kimsə orada futboldan və ya Ukraynadakı hansısa hadisədən danışanda sən hiss eləyəcəksən ki, mövzu dəyişə bilər. Dərhal özünə qeyd qoy ki, mövzu xaricdən məhsul gətirməkdir. Özü bunu dinən bir dəfə, 2 dəfə və sonra o insana imkan verir ki, eybi yox. Əgər məcburi müdaxilə edəcəksə, qoy etsin. Amma sən özünə qeyd qoydun, bir dəfə, 2 dəfə onu özünə mental olaraq desən, sənin beynin artıq o mövzunun nə olduğunu biləcək. Və üstündən 10 dəqiqə, 15 dəqiqə keçsə belə, sən deyəcəksən ki, okey, mövzu buydu. Bəzən insanlar təəccüblənirlər ki, hətta mən podkastlarda, çıxışlarımda belə suallara yenidən qayıdıram. Deyirəm, hə, bayaqki suala gəlincə isə onun cavabı belədir. İnsanlar bunun super təbii yaddaş olduğunu düşünürlər. Xeyr, bu sadəcə olaraq mental qeyddir. Deməli, biz təbii yaddaşla bağlı da problemimizi həll elədik. Sənin deməli, ən böyük problemin burada fikir yayğınlığıdır və fikrin bir yerdə olmamasıdır. Çünki yaddaşın ilkin şərti diqqətdir. Bizim əgər diqqətimiz, fikrimiz bir mövzuda olsa, konkret mövzuda olsa, biz onu yadda saxlaya bilərik. Əgər fikrimiz orada deyilsə, kənar ikinci mövzunu yadda saxlama ehtimalımız ümumiyyətlə yoxdur. Yəni, bu normaldır. Beləliklə, sən bu məsləhətlərə riayət edəsən və praktiki olaraq həyatını tətbiq edəsən, sənin təbii yaddaşın da xeyli güclənəcək. Özdə nəzərə alsaq ki, sən ikinci beynini qurmusan və beynin xeyli rahatdır, sənin təbii yaddaşın da azadlığa çıxacaq və daha güclü olacaq. İndi isə keçək 3-cü yaddaş növünə. Mən buna vərdiş yaddaşı deyirəm və ya əzələ yaddaşı, fərq etməz. Ümumiyyətlə, bizim həyatımızda elə məlumatlar var ki, onu yadda saxlamağa ehtiyac yoxdur. Sadəcə vərdiş etmək lazımdır. Məsələn, hər gün səhər zibil atmaq. Bir çox insan bunu yaddan çıxardır və ya idman zalına yazılmalıdır. Özünə söz verir ki, axşam gələndə idman zalına yazılacam və evdə yadına düşür ki, bəs onun fikrindən çıxıb, özünü qınayır və yaddaşının zəif olduğunu düşünür. Xeyr, bunlar sadəcə vərdişlərdən irəli gəlir. Mən indi öz həyatımdan misal çəkim. Deməli, mənim xoşum gəlir ki, öz otağımı mütəmadi olaraq havalandırım və bizdə jalüz dediyimiz bir sistem var. Mənə həmişə evdə deyirlər ki, bəs otağı havalandırdıqdan sonra jalüzü aşağı indirmək lazımdır. Çünki günəş şüaları otağa daxil olur və orada problem yaradır. Mən bəlkə də bir 10 dəfə, 15 dəfə bunu yaddan çıxartmışam. Bəlkə də çox. Bu o deməkdir ki, mənim yaddaşım zəifdir. Əlbəttə ki, yox. Sadəcə ona vərdiş etməmişəm. Və ya başqa cür deyə bilərik. Mən onun əksinə vərdiş etmişəm. Yəni, mən vərdiş etmişəm ki, pəncərəni açıb havalandırdıqdan sonra sadəcə pəncərəni bağlayıram və öz işimə davam edirəm. Hətta burada mənim fikrim də işimdə olduğuna görə, təbii ki, mən o jalüzü hər dəfə endirməyi düşünə bilmirəm. Yəni, burada biz 2 məsələ ilə qarşılaşırıq. Vərdişim ayrıdır, yəni vərdişim odur ki, pəncərəni bağlayayım. İkincisi də ki, diqqətim ayrı yerdədir. Bu normaldır. Ona görə də biz vərdiş elmini öyrənməliyik. Bu barədə internetdə kifayət qədər məlumatlar var, kitablar var. Sən onları oxuya bilərsən. Yəni, bütün kitablar mənə elə gəlir ki, yaxşıdır. Bu məsələ ilə, yəni vərdiş qurmaqla bağlı mən sənə 2 məsləhət verəcəm ki, sən bunları tətbiq eləsən, demək olar ki, istənilən vərdişi qura bilərsən. Hər vərdişdə bir problemli hissə olur. Məsələn, jalüzdə ən böyük problem nədir? Həmin vaxt kimsə mənim yadıma salsa, mən o jalüzü endirəcəm. Deməli, gözümün qabağında nəsə olsa, məsələ artıq həll olunacaq. Və ya sən səhər zibil atmağı yaddan çıxartdınsa, əgər zibil sənin gözünün qabağında olsa, sən onu artıq yaddan çıxartmayasın. Artıq hər gün səhər zibili atasan. Görürsən, burada bir problemli hissə olur. Əgər biz onu həll etsək, işimiz düzələcək. Bəs bunu necə həll etmək olar? Burada bizə texnologiya kömək edir.
Və ya hansısa sadə bir metodika. Deyək ki, jaluzi məsələsində mən problemi necə həll elədim? Getdim kağıza yazdım ki, bəs jaluzi endir və onu qoydum pəncərənin qabağında. Mən hər dəfə otağı havalandıranda o kağızı gözün qabağında görürdüm və təbii ki, jaluzi endirirdim. 30 gündən sonra, 90 gündən sonra bu istərsəniz vərdişə çevrilir və səndə yeni bir vərdiş yaranır. Bəzən mən evdən çıxanda qapını açıqlamağı yadımdan çıxardırdım. Bu da normaldır. Çünki bunun əksinə vərdiş eləmişəm. Mən vərdiş etmişəm ki, qapını bağlayım və evdən çıxım. Və orada özümə bir qeyd qoymuşdum. Bundan sonra yeni bir vərdiş yarandı. Zibil atmağa gəlincə, sən axşamdan özünə bir qeyd qoya bilərsən telefonunda ki, 12-nin yarısı bir oradan işarə çıxsın və ya yatmamışdan yarım saat qabaq ki, sən zibili qapının ağzına qoyasan. O qeydi gündəlik eləyə bilərsən və zibili onun qapının ağzına qoyandan sonra sən artıq bir növ zibil atmaq vərdişində yaratmış olursan. Görürsən, burada sənin yaddaşınla bağlı heç bir problem yoxdur. Yəni, bu normaldır. Bizim beynimiz bu qədər variasiyaya, bu qədər həyat zənginliyinə öyrəşməyib. Biz ona kömək etməliyik, həm ikinci beynimizlə, həm digər texnoloji vasitələrlə. Və burada bizim ən yaxın dostlarımızdan biri də vərdişlərimizdir. Ümumiyyətlə, insan vərdişlər məxluqudur. Mənim indi danışmağım, kameraya baxmağım, əl hərəkətlərim hamısı vərdişdir. Hətta yuxudan durmaq qaydası, gecə yatmaq vaxtı və qaydası hamısı vərdişlərdən ibarətdir. Biz vərdişlərə öyrəşməyi sevən bir məxluquq. Bir halda ki, belədir, biz yaxşı olardı ki, həyatımızdakı əksər elementləri vərdişlərə çevirək. Yəni, insan təbiəti etibarilə tənbəldir, vərdişlərlə yaşamağı sevir. Bu funksiyadan biz düzgün istifadə etsək, həyatda çox iş görə bilərik. Və mən sənə deyim ki, vərdişlər təkcə fiziki amillərdən ibarət deyil, insanın düşüncə vərdişləri də var. Bir dayan, deyək ki, bir 10 saniyə və bax gör nə barədə düşünürsən. Görəcəksən ki, demək olar ki, hər dəfə eyni mövzunu düşünürsən və ya eyni formada düşüncələrə dalırsan. Bu ya negativ ola bilər və ya pozitiv ola bilər. Yəni, bunların da hamısını dediyim qayda dəyişmək olar. Təbii ki, vərdiş elminin daha zənginlikləri var. Sən bunları araşdıra bilərsən. Bu bacarıq, yəni ki, vərdişləri dəyişmə bacarığı bəlkə də həyatındakı ən vacib 3-5 bacarıqdan biridir. Bəziləri buna ən birinci bacarıq sayır. Yəni, ona da etiraz eləmərəm mən. Beləliklə, zibil atarkən və ya hansı xırda məsələlərdə nəyisə yaddan çıxartmısansa, bu normaldır. Bu sənin yaddaşının zəifliyi deyil. Və burada çarə hər dəfə onu yadda saxlamağa çalışmaq da olmamalıdır. Sadəcə bunu hansı formada vərdişə çevir və problemi beləcə həll et. Nəhayət ki, gəldik 4-cü yaddaş növünə, yaradıcı yaddaş. Buna mnemonika da deyə bilərik. İngiliscə mnemonics gedir. Yəni, bu elmin adı belədir. Yaddaşın möcüzəsi məhz burada baş verir. Mənim yarışlarda neçə min rəqəmi sırayla yadda saxlamağım və ya çoxsaylı və üzləri və adları yadda saxlamağım hamısı bu yaddaş texnikaları əsasındadır. Sən fikir verdinsə, biz birinci peşəkar olaraq, yəni işləyən insanlar olaraq öz beynimizi səliqəyə saldıq. Yəni, ikinci beynimizi qurduq, həyatımızdakı hər şeyin, yəni texnologiyanın gətirdiyi bütün yükləri onun özünə qaytardıq, rahatlandıq. Təbii yaddaşımızı gücləndirdik, lazım olan vərdişləri qurduq. İndi artıq biz möcüzələri yarada bilərik. Sən əgər bu 3 yaddaşı inkişaf etdirməsən, sənin yaddaş texnikalarından istifadə etməyin sənə bəzən hətta problem də yarada bilər. Amma mən indi yekunda izah edəcəm ki, hər təbəqə, yəni hər peşə sahəsi bundan necə istifadə edə bilər. Yaddaş elmi qədim bir Yunan elmidir. Mən burada bütün texnikalardan bəhs edə bilmərəm, amma 2 əsas texnikanı sənə deyəcəm. Ümumiyyətlə, mnemonika, yəni yaddaş elmi 2 əsas amil üzərində qurulub. Birincisi əlaqələndirmə, ikincisi yaddaş sarayı. Əlaqələndirmə nədir? Biz bir məlumatı hansısa məlumatla əlaqəli şəkildə yadda saxlayırıq. Mən sənə desəm Madrid, sən ağlına yəqin ki, Cristiano Ronaldo, Real Madrid klubu, Madriddə olmusansa oradakı hansısa xatirələr və digər faktorlar gələcək. Yəni, görürsən, bunlar bir-birinə əlaqəlidir. Ümumiyyətlə, insan beyni bir məlumatı tək halda görə bilmir. Onu hansısa məlumatla əlaqəli görür. Yəni, olur ki, bəzən evdə oturmuşsan, hamının əhvalı yaxşıdır. Birdən bir qəmli mahnı gəldi, birdən hamının əhvalı dəyişdi. Xatirələrə qayıtdıq, nə vaxtsa hansısa hadisənin olduğunu dedik. Çünki bunlar bir-birinə əlaqəlidir. Yəni, beynimiz bizə necə işlədiyini özü deyir. Bundan sonra mən bir misal çəkəndə onu göstərəcəm. İkincisi isə yaddaş sarayı texnikası. Mən sənə desəm ki, bir obyekt düşün, bu bir maşın ola bilər və ya heyvan və s. Sən onu ayrılıqda görmürsən, haradasa görürsən. Məsələn, mən indi öz maşınım barədə düşünmək istəsəm, mən onu asfaltın üzərində və
parking yerində təsəvvür edə bilirəm. Yəni onu ayrıca görmək olmur. İnsan beyni bir məlumatı hardasa görməyi xoşlayır. Onun funksiyası budur. Nəinki xoşlayır, ancaq belə işləyir. Ona görə də bu yaddaş sarayı texnikası məhz bu amil üzərində qurulub ki, biz bir məlumatı harasa qoymalıyıq. Məktəb vaxtı yadımda olar. Məsələn, mənim yadımdadır ki, tarix dərsindən mən çox yaxşı danışırdım. Amma bir hissədə yadımdan çıxırdı. Müəllimədən xahiş edirdim ki, müəllimə, olar bir dənə o səhifənin yuxarısına baxım, ya aşağısına, hardadırsa ora baxım, qalanı yadıma düşəcək. Yəqin ki, sənin də başına belə bir şey gəlib. Ondan sonra ardı gəlirdi. Yəni, biz bir məlumatın hardasa olduğunu biləndə və o yerə qaydanda, o bizim yadımızda daha yaxşı qalır. Və biz yaddaş sarayından istifadə edərək belə süni yerlər yarada bilərik. Yaddaş sarayı nədir? Bu, fəza elementi olan istənilən yerdir. Bax, bu studiya, arxada gördüyün bütün elementlər, sənin evin, evindəki kreslolar və s. hamısının cəmi yaddaş sarayıdır. Burada ikinci termindən istifadə etmək lazımdır. Lokasiya, yəni konkret yer. Bax, əgər bu studiya mənim yaddaş sarayımdırsa, bu stol lokasiyadır, yəni bir yerdir, elementdir. Aydındır. Və ya arxadakı işıq bir elementdir. Əgər sənin evin bir yaddaş sarayıdırsa, orada divan, əlüzyan, toster, kondisioner, bunlar lokasiyalardır, yerlərdir. Biz buna lokay deyə bilərik. Yunan dilində bunun adı lokay gedir. Şərti olaraq biz lokasiya sözünü işlədək. İndi isə bu iki texnikanı, yəni əlaqələndirmə və yaddaş texnikasını birləşdirərək nəyisə yadda saxlamağa çalışaq. Bu həm də bir növ sənin üçün praktiki misal olsun. Sən təbii ki, sonradan bunu daha da genişləndirə bilərsən. Yeri gəlmişkən, yaddaş sarayları həm real ola bilər, həm də qeyri-real. Məsələn, bu studiya realdır, sənin evin realdır, teatr və s. hamısı realdır, düzdür? Və ya küçə, deyək ki, məşhur Targov küçəsini sən böyük saray kimi istifadə edə bilərsən. Mən yarışlarda, şəxsən Targov sarayında minlərlə rəqəmi yadda saxlayıram. Və düşünsən ki, sənin sarayların, yəni real sarayların limiti var, xeyr. Sən sonradan bunu video oyunlarla, kinolarla daha da uzada bilərsən. Mən gələcəkdə bu barədə bir video hazırlayacağım ki, necə limitsiz saraylar siyahısı yaratmaq olar. İndi isə qayıdaq misala. Gəl, İspan dilində iki söz yadda saxlayaq. Birinci söz olsun manzana, yəni alma. Biz indi burada necə əlaqələndirmədən istifadə edə bilərik? Manzana sözü öz-özlüyündə əhəmiyyətsiz bir sözdür. Yəni, bizim beynimizdə o sözün heç bir əhəmiyyəti yoxdur. Biz onu mənalı hala gətirməliyik. Məsələn, manzana deyəndə mənə ağlıma indi iki söz gəldi. Mən, yəni kişi, ingiliscə, zana isə sana yağı. Deməli, biz nə etməliyik? Mən sözü, sana sözü ilə almanı hansı formada birləşdirməliyik və harasa qoymalıyıq, yəni yaddaş sarayına. Bilirəm, ilk baxışdan biraz qəribə görsənə bilər, amma zaman keçdikcə bu sənin bir vərdişvə çevriləcək. Gəl başlayaq. Elə bu studiyada bunu eləyək, arxada dipçək var. Sən təsəvvür edə bilərsən ki, hansısa bir kişi əlində sana yağı tutub, məhz o dipçəyin üzərində və onu sənə belə göstərir. Çalış, ümumiyyətlə, hadisələri qeyri-adi elə, qeyri-adi əlaqələndir. Məntiqin olmasın, qeyri-məntiqi burada bizim işimizə daha yaxşı yarayır. Düşünə bilərsən ki, həmin insan dipçəyin lap üstündə oturub, çox böyükdür, normadan uzundur və s. Və əlindəki ikə sana yağı ilə sənə hücum eləmək istəyir. Sən özünü müdafiə etmək istəyəndə görürsən ki, sana yağının içindən yekə bir alma çıxdı. Hətta almanın üstündə Steve Jobs'u da düşünə bilərsən ki, daha qeyri-adi olsun. Deyə bilərsən ki, Orxan, bunun nə mənası var? Axı, bu biraz ağlabatan deyil. Deməli, Kaliforniya Universitetinin araşdırmasına görə sən xəyalında, yəni xəyali gözünlə nəyisə görüb inansan, elə real həyatdakı qədər beynin ona inanır. Ən azı 80% dəqiqliklə. Yəni, əgər real həyatda mən dediyim hadisə olsaydı, sənin yadında necə qalacaqdısa, xəyali gözündə düşünəndə də o dərəcədə qalır. Bu, fantastik bir xüsusiyyətdir. Təsəvvür edirsən, biz indi düşündük ki, orada yekə bir kişi əlində sana yağı ilə bizə hücum elədi və biz almanı oradan götürdük, hətta orada Steve Jobs da var idi. Sən o prosesi biraz emosional formada düşünsən, beynin artıq ona inanacaq. Deməli, sən yadında qalacaq. Dediyim kimi, mənim yarışlarda neçə min rəqəmi, yüzlərlə adı və digər məlumatları yadda saxlamağımın sirri məhz budur. Deməli, biz burada nə etdik? Biz bir sözü mənalı hala gətirdik. Mən və sana sözləri ilə onu alma sözü ilə əlaqələndirdik, yəni tərcümə ilə. Və biz onu xəyalımızda saxlamadıq, onu harasa qoyduq. Deməli, səhər sənin manzana sözünün mənası yadından çıxanda, sən nə edəcəksən? Qaydacaqsan bu dipçəyin üstünə. Görəcəksən orada nə baş verib? Görəcəksən, aha, mən, sana, alma çıxdı oradan. Deməli, manzana nədir? Alma.
Düzdür, əvvəlində bu biraz uzun vaxt apara bilər, 5 saniyə, 10 saniyə, amma zaman keçəcək, sənin beynin o ilkin əlaqəni unudacaq. Yəni çox da ona fikir verməyəcək. Sadəcə biləcək ki, manzara sözü alma deməkdir. Sən bunu daha da yaradıcı eləyə bilərsən. Şərt deyil hər dəfə harasa mən deyən qaydada yerləşdirəsən. Deyək ki, ikinci söz götürək, mesa sözü. Mesa ispan dilində stol deməkdir. Biz burada bayaqki metoddan da istifadə edə bilərik. Məsələn, deyək ki, buradakı hansısa bir obyektdə mesa ilə əlaqəli nəyisə yerləşdirə bilərik, amma mənim gözüm qabağımda stol var. Mən düşünə bilərəm ki, Messi buradadır. Təsəvvür etsən, mesa, Messi sözünü xatırladır. Okey, deməli, sözün tərcüməsi nə oldu? Stol. Və ya başqa cür düşünə bilərsən. İngilis dilini bilirsənsə, mess qarışıqlıq deməkdir. Düşünə bilərsən ki, stolun üstü qarışıqdır. O qarışıqlıq deyəndə sana ağlıva bu gələcək. Görürsən, biz yaddaş sarayından istədiyimiz kimi istifadə edə bilərik. Amma əgər sən təzə başlayırsansa, elə saat əqrəbi istiqamətində hərəkət elə və ora hansısa məlumatı yerləşdir. Şərt deyil, xarici dil yerləşdirəsən. Bura tibbi terminlər ola bilər, tarixi hadisələr, rəqəmlər və s. Ümumiyyətlə, yaradıcı yaddaş insan beyninin limitsiz potensialını göstərir. Sən hətta ömrün imkan versə və istəsən, dünyanın bütün biliklərini yaddaş sıraylarına yerləşdirə bilərsən. Belə, mən sənə 4 hissədən ibarət yaddaş sistemi təqdim elədim. Ümumiyyətlə, bu sistem mənim öz sistemimdir. Sən heç bir kitabda, heç bir yaddaş eksperti tərəfindən edilən çıxışlarda bunu görə bilməzsən. Bu ona görədir ki, mənim həmişə iş həyatımda olub və öyrənmə həyatımda olub. Və buradan yaranan problemlər əsasında mən bu sistemi özümdə yaratmalı olmuşam. Bunun nəticəsində sən artıq həyatına tam nəzarət əldə edirsən. Bu möhtəşəm bir şeydir. Çünki yaddaş problemi insanların ən böyük problemlərindən biridir. Bəlkə də bir çox insan üçün ən böyüdür. Sən əgər bu sistemdən düzgün istifadə etsən, qeyd edirəm ki, özdə bu çox sadə bir sistemdir və öyrətdiyim texnikalar da hamısı bəsitdir, sadədir. Sən bunu tətbiq edəndən sonra sənin həyatında artıq yaddaş bir problem olmur. Yaddaş bir elmə çevrilir. Elmdən də əlavə, bu sistem sənin həyatında bir yanacaq rolunu oynayacaq. Çünki biz o vaxt yaradıcı ola bilirik ki, müəyyən məlumatları yadımıza saxlayırıq və beynimiz rahat olur. Gördüyün kimi, sən ikinci beyni qurmaqla beynini kifayət qədər səliqəyə salırsan, beynin artıq cavanlaşır və digər texnikalardan istifadə etməklə limitsiz sayda məlumatı öz beynində ötürə bilirsən. Bu isə sənin yaradıcılığın üçün idarə olunan bir güc yaradır. Mən istəyirəm sonda bir neçə məsləhət verim. Burada əsas sual nədir? Yaxşı, Orxan, bəs hardan başlayayım? Hamımız ikinci beyin qurmaqdan başlamalıyıq. Əgər sən tələbəsənsə, sənin beynin o qədər yüklənməyib. Sənin sadəcə məlumatları sürətli qavramağa ehtiyacın var. Tələbə kimi mən sənə məsləhət görərdim ki, yaddaş sırayları texnikasını, daha doğrusu yaradıcı yaddaş texnikalarını mənimsəyəsən. Bu sənə indiki mərhələdə kifayət edə bilər. Amma cəmiyyətdə yaşayan əksər insanlar, xüsusilə işləyən insanların, peşəkarların hamısı ikinci beyin qurmaqdan başlamalıdır. Bəzən insanlar təəccüblənirlər ki, mən dünya yaddaş çempionu ola-ola, yəni yaddaş texnikalarının hesabına dünya çempionu ola-ola, niyə yaddaş texnikalarını öyrətmirəm? İndi bildin ki, bunun səbəbi nədir? Çünki sənin yaddaşının ən böyük problemi, yəni daha doğrusu sənin yaddaşının ən çox ehtiyacı olan şey hələ ki texnikalar deyil. Onun ilkin olaraq səliqəyə ehtiyacı var, ondan sonra sənin təbii yaddaşın və vərdişlərin güclənməlidir. Yaddaş texnikaları isə sənin möcüzələri aparmaq üçün bir son metod olmalıdır. Mən gələcəkdə yəqin ki, yaddaş texnikaları ilə bağlı da bir kurs hazırlayacağam. Sən özün də ingilis dilində müstəqil şəkildə bunları araşdıra bilərsən. Ümumiyyətlə, mən məsləhət görərdim ki, bu videonu diqqətlə yenidən izləyəsən, öz qeydləri aparasan və əgər bir sualın olsa, mütləq aşağıda qeyd elə. Bütün sualların cavabı var. Mən çalışacağam ki, onlara ən sürətli şəkildə cavab verim. Və yaxşı olardı ki, sən bunu öz dostlarına da paylaşasan. Gəlin Azərbaycanı bir möcüzə yaradan mexanizmlər ölkəsinə çevirək. Biz bəzən düşünürük ki, xaricdə yaşayan insanların və ya hansısa xüsusi bir fərdin möcüzəvi qabiliyyəti var, elə deyil. Yəni, bunun hamısının bir elmi əsası olmalıdır. Biz özümüzə inanmalıyıq və bu inam əsasında sistemlər qurmalıyıq. Ona görə də sən bunu dostlarınla paylaşsan, mən sənə minnətdar olaram. Eləcə də kanalıma üzv olmağı məsləhətdir. Bu imkan verəcək ki, gələcəkdə yeni videolar çıxanda sən onu birinci izləyə biləsən. Hələlik növbəti videoda görüşənədək.